Salam uşaqlar. Dəyişən elektrik cərəyanı bölməsinin bəzi testlərinin izahına baxırıq. Dəyişən cərəyan şiddətinin təsirci qiyməti hansı ifadə ilə təyin olunur? I bərabər İ bölü kökdə 2 təcrübədən tapılmış nəticədir. Üçüncü sual. Hansı cihazın iş prinsipi elektromal induksiyasiyası sızlanmışdır? Elektromal induksiyasiyasına əsaslanan cihazımız dəyişən cərəyan generatoru və transformatordur. Ona görə də elə transformatoru seçirsiniz. Daha doğrusu dəyişən cərəyan generatoru. Elektrik dövrələrində cərəyan şiddətinin rəqslərini müşahidə edən cihaz osiloqrafdır. 5-ci suala baxdım. 7-ci sual. Vakuum diodu nə üçün istifadə olunur? Dəyişən cərəyanı düzləndirmək üçün A bəndi. 9-cu sual. Çərçivə bir cism maqnit sayısı fırlanarkən elektrik hərəkət qüvvəsi epsilon bərabər 4 sinus 5t qanunu ilə dəyişir. EHG-nin amplitude qiymətini soruşur. Bax, tənlikdə yadınızda saxlayın. EHG-nin düsturudursa, təyin edirsə, qarşıda duran EHG-nin maksimalıdır. Yəni, EHG-nin maksimalı 4 volt olacaq. 11-ci sual. Fi-nin tənliyi 5 ohms -2 sinus 20 pt qanunla dəyişir. Çərçivənin fırlama tezliyi. Fırlama tezliyi deyəndə biz nüyünü axtarırıq. Nüy bərabər sual. Biz bu tənlikdən, bax, görün, əlavə olaraq qeyd edirəm ki, 5 ohms -2 fi-nin tənliyində başda duran kəmiyyətdirsə, fi-m'dir. Sinusdan t arasında qalan vurğu isə omeqanı verir. Deməli, omeqanı biliriksə, nüyünü tapa bilərik. Omeqanın düsturu 2pi nüydür. Buradan nüyünü tapsaq, fırlama tezliyini omeqanı 2pi'yə bölməliyik. Demək, gəlin burada qarayla yazım. Omega bölünsün 2pi olacaq. Omeqamız olacaq 20 pi'ni bölürük 2pi'yə. Pi'lər gedir, qalır cavab 10. Y variantı. 13-cü sual. Dəyişən cərəyan dövrəsinə qoşulmuş aktiv müqamətdə cərəyanın orta gücü. Ümumiyyətlə gücün düsturunu bilirik ki, P bərabərdir I-U'dur. Burada isə İ'nin yerinə İM bölü kökdə 2, U'nun yerinə isə UM bölü kökdə 2 qoymaqla orta gücü təyin etmək olar. İM, UM bölü 2 olacaq, yəni B. 15-ci sual. Dəyişən cərəyan generatorunda cərəyan yaranması hadisəsi hansı hadisəsi sızlanmışdır? Elektromal induksiyasiyasına, yəni C. Sonra 17-ci sual. Şərti işarəsi ilə təsvir edilmiş qurğu dəyişən cərəyanı düzləndirmək üçündür. Dəyişən cərəyanı düzləndirən diod idi, ona görə Y variantı olacaq. 19. Dəyişən gərginin amplitude qiyməti onun təsirci qiymətindən necə fərqlənir? Kök altda, deməli, gəlin yazaq, sonra deyək. Kök altda 2 qədər fərqlənir. U bərabərdir UM bölü kökdə 2 olacaq. Yəni, amplitude qiymət təsirci qiymətindən, yəni UM, onun kökdə 2 hasildə bərabərdirsə, ona deyirik ki, amplitude qiymət təsirci qiymətdən kök altda 2 dəfə çoxdur. D bəndi. 21. Dəyişən cərəyan dövrəsinə qoşulmuş voltmetrin göstəricisi 20 voltdur. Bizdən soruşur gərginin təsirci qiyməti. Gərginin təsirci qiyməti U'dur. U bərabərdir UM bölü kökdə 2'dir. Ümumiyyətlə yadınızı saxlayın ki, voltmetr elə təsirci qiyməti göstərəcək. Təsirci qiymət 20 voltdursa, elə 20 voltu götürürük. Amplitude qiymət sorursaydı 20 kökdə 2'ni götürəcəkdik. Yəni B bəndi. 23. Dəyişən cərəyan dövrəsinə qoşulmuş voltmetrin göstərişi 20 voltdur. Yəni amplitude qiymət soruşur. U bərabərdir UM bölü kökdə 2'dirsə, buradan da UM bərabərdir U kökdə 2'yə. Yəni 20 kökdə 2 Y bəndi. 25. Dəyişən cərəyanın tezliyi 30 Hz-dən 10 Hz-ə qədər azaldıqda dəyişən cərəyan dövrəsinə qoşulmuş aktiv müqavimət necə dəyişər? Aktiv müqavimət bildiyimiz kimi tezlikdən, perioddan asılı deyil. Aktiv müqavimət yalnız asılıdır Royal bölü S-dəki düsturdakı ifadələrdən. Ona görə də C variantı seçirik. 27-ci suala baxın. 27-ci suala baxın. Dəyişən cərəyan generatorda EHG-nin amplitude qiyməti. EHG-nin amplitude qiyməti N, deməli, Fi-M omeqadır. Buradan N, Fi-M, omeqanı da açıram 2pi nü və yaxud da N, Fi-M 2pi bölü T'dir. Deməli, baxaq bir növbə ilə baxaq cavablara. Sahəni artırmaq var. Sahəni artırsaq Fi artacaq. Doğru deyil.
sarıların sayını artırsaq yenə EHG artacaq. Yəni burada bayaqki A variantında sahəni artırmaqla fi artır, fi artanda EHG artır. Ona görə də bizə EHG maksimal qiymətini azaltmaq lazımdır. Dolağın sahəsini azaltmaqla bu doğrudur. Çünki FM azalacaq, nəticədə EHG azalacaq. Digər variantlara da baxırıq. Tezliyi artırmaqla tezliyi ilə düz asılıdır. Ona görə də səhvdir. Demək, periodu azaltmaqla periodla tərs asılıdır. Azalında artacaq. Ona görə səhvdir. Doğru variant C olacaq. Gəldik 29-cu suala. Deyir ki, dəyişən cərəyan generatorla maqnit selinin zamanı asılı qrafiki verilmişdir. Hansı nöqtələrə uyğun generatorun çərçivəsində induksiya EHG 0 olar? İnduksiya EHG delta fi bölü delta t'dir. Yəni fi'nin zamana görə bir tərtib törəməsidir. Və fi'nin törəməsidirsə, bu o deməkdir ki, bunlar birbirine əks fazada əks edir. Yəni EHG-nin 0 olması üçün, bunun 0 olması üçün fi maksimum olmalıdır. Fi'nin maksimum olduğu nöqtə isə 2 və 5'dir. Ona görə də doğru variant C olacaq. 31. Cərəyan şiddətli zaman asılı qrafik verilmişdir. Rəqslərin tezliyi soruşur. Biz tezliyi tapmaq üçün burada omeqanı seçək. Omega kosinusdan t arasında qalan vuruq 400 pi'dir. Rəqslərin tezliyi nünü soruşur. Nünü də tapmaq üçün omeqanı 2 pi'yə bölürük. Bayaq vermişdim. Omeqanı düsturu 2 pi nüdür. Omeqanı da yerə 400 pi boyu 2 pi'yə bölsək, pi'ləri gedər, 400'ləri gedər, qalar 200 Hz. Yəni Y variantı. 31 Y. Növbəti suala keçirəm 33. Gərginlik verilib bizə 60 sinus 20 pi qanunla dəyişirsə 25 millisaniyə ərzində gərginliyi hesablayan. Deməli gətirib yerinə qoyacağım. U bərabər bunu soruşur bizdən. U bərabərdə 60 sinus 20 pi qanununda onun axtarıramsa t'nin yerinə qiymətini qoyuram 60 sinus 20 pi t'nin də yerinə qoyuram 25 millisaniyə. Yəni mində 25 yazsaq daha rahat olar işimiz. Deməli belə. Bunlardan ixtisar edirəm. 25 ilə 1000 ixtisar eləsəm aşağıda qalar 40 da 1. 40 ilə də 20'ni ixtisar eləsəm 2 qalar məxrəcdə. Alınar belə bir şey. Bu bərabərdə 60 sinus pi böl 2. Sinus 90 dərəcədə, yəni pi böl 2-də 1 alır. Yazıram 60 sinus 90 dərəcə. 90'da 1 aldığına görə də cavab 60 volt olacaq. C variantı. 35. Aktiv müqavimətli. Diqqət yetirirsiniz bura. Aktiv müqavimətli müqavimətdəki cərəyan şiddətinin zaman asılı qrafiki verilmişdir. Onun üzərində gərgin zamana. Biz bilirik ki, aktiv müqavimətli dövrədə cərəyan rəqsləri, gərgin rəqsləri eyni olur. Yəni eyni qrafik seçirsiniz. C variantı 35C. 37. Rezistordan axan cərəyan şiddətinin amplitude qiymətinin dövrü tezlikdən asılı qrafiki hansıdır? Düstur seçirəm. IM bərabərdir. UM böl R'dir. Burada demək onu da açıram. UM konstantdır burada. R də omeqadan asılı deyil. Bilirik ki, tezlikdən falan asılı deyil. Ona görə də cavab olaraq seçirik ki, IM omeqadan, T'dən, nüdən asılı olmayacaq. Yəni Y variantı. 39. Dəyişən cərəyan dövrəsinə qoşulmuş aktiv müqavimət. Yəni aktiv müqavimətli dövrədə bilin ki, burada cərəyanla gərgin rəqsləri eyni qanunla dəyişəcək. Qrafikin hansı nöqtədən uyğunanda cərəyan şiddəti 0 olar. Yəni cərəyan şiddətinin 0 olması üçün gərginlik də 0 olmalıdır. Çünki eyni fazadadırlar. Deməli, gərginlik 0 olduğu nöqtə 2 və 4'dür. D variantı olacaq. 41-ci suala baxıram. 41-də sxemdə təsvir olunmuş vakum diodu. Deməli, burada vakum diodu göstərilir. Bu bərabər UM sinus omega t qanunla dəyişən gərginlik verilir. R müqavimətindəki U2 gərginlik düşküsünün zaman asılı qrafikini soruşur. Yəni diod bilirsiniz ki, cərəyanın yalnız bir istiqamətdə buraxır. Müsbətdən mənfiyə, mənfidən müsbətə isə cərəyan buraxmır. Burada sinusoid funksiyalardan birini seçmək lazımdır. Sinus qanunla dəyişəcək, amma bilin ki, əks istiqamətdə cərəyan buraxmayacaq. Ona görə də doğru variantımız D olacaq. Burada əslində cərəyan belə olmalıydı. Diod olmasaydı, cərəyan rəqsləri bu şəkildə müşahidə olunmalıydı. Amma diod cərəyanı mənfidən müsbətə buraxmadığı üçün doğru variantı 41'də deməli seçirik D variantı. 43'ə baxıram. Deməli, əgər 42 də çətin olsa, deyirsiniz, çəkərəm video. Deməli, Naqilin 43'də deyir ki, Naqilin en kəsiylə keçən yükün Q bərabərdə kök 2 kökdə 2 sinus 3D qanunla dəyişirsə, naqildən axan cərəyan şiddətinin təsir edici qiyməti, yəni cərəyan şiddətinin İ-sini soruşur. Biz bilirik ki,
yükün zamana göre bir tərtib törəməsidir. Gəlin törəmə alaq. 2 kökdə 2 sinüs 3D'dən törəmə alanda birinci sinüs 3D'dən törəmə alırıq. Burada ondan da öncə hələ 3D'dən törəmə alırıq. 3D'nin törəməsi 3 verir. 3 qarşıya çıxır. 6 kökdə 2. Sinüs 3D'nin törəməsi kosinüs 3D eləyəcək. Deməli burada Q'nu aldıq biz. Q'nun i'ni aldıq daha doğrusu. Bu da i'dirsə əgər i olacaq, onda i'nin tənliyi 6 kökdə 2 kosinüs 3T'dirsə 6 kökdə 2 onda i'nin maksimal qiymətini verir. Amma bizdən təsir edici qiymət soruşur. Təsir edici qiymət də maksimal qiymətdən kök altı 2 dəfə az olacaq. Yəni aldığımız ifadənin 6 kökdə 2-ni kökdə 2-yə bölürük. 6 volt 6 amper cərəyan işlətmə üçün qiymət alırıq. Yəni devamlı olacaq. 45'te deyir ki bir cins maqnit sayəsində fırlanan çərçivəni kəsib keçən maqnit seli fi bərabər 5 ons mənfi sinüs 20 pt plus pi bölü 3 qanunla dəyişir. Bu burada başlanğıc fazadır. Yadınızda saxlayın, fazanın başlanğıc qiyməti. Çərçivənin fırlama tezliyi yəni nünü soruşur. Yenə də omeqanı seçək. Omega burada nədir? 20 pi'dir. 20 pi omeqadır. Omega var, nünü tapırıq. Omeqanın düsturu yenə 2 pi nüdür. Nünü buradan tapanda omega bölü 2 pi'dir. Qoyun yerinə həll eləyək. Qoyaq həll eləyək. 20 pi bölü 2 pi o da eləyəcək 10. Yəni D variantı. 45D. 47. Aktiv müqaviməti 20 ohm. Yəni verilənlərə 20 ohm yazıram. Aktiv müqavimət. U bərabərdir 50 kosinüs 5 pt qanunu ilə dəyişir. Volt yəni vahididir. Rəqsin perioduna bərabər müddətdə naqildə ayrılan istilik miqdarı. Rəqs perioduna bərabər müddətdə. Yəni bizdən soruşulur. Rəqs perioduna bərabər müddət deyirsə T bərabərdir böyük T'dir. Düstur seçməliyik. İstilik miqdarı üçün. Q bərabərdir. Hansı düstura müraciət edirik? U var, R var. Deməli U kvadrat böl R vur T düsturuna müraciət edirik. Burada bizə verilən U deyil. Bax bu 50, tənlikdə gördüyünüz 50 U'nun maksimalıdır. Yəni UM-dir. UM 50-dirsə U'nu tapmaq olar. U'nun yerinə gətirib UM böl kökdə 2 qoymaqla düstur çıxarmış olarıq. Bir dəqiqə burada mən silim, təmizliyim sonra. 49-cu suala baxırıq. Deməli, dəyişən cərəyan dövrəsinə qoşulmuş müqaviməti yazıram bura 25 ohm olan naqildə ayrılan istilik miqdarının zaman asılı qrafik verilmişdir. Cərəyan işlətinin amplitudu qiyməti soruşulur. İ bərabər sual. Deməli, Joule-Lenz qanununa müraciət edirik. Çünki Q var, T var. Q bərabər I kvadrat RT-dir düsturumuz. İ'nin yerinə amma biz nə qoyuruq burada? Amplitud qiymət istədiyinə görə cərəyan işlətinin amplitudu İ böl kökdə 2-nin kvadratı RT. Və buradan lazım olan i'mdir. i'mi tapıram. i'm də bərabərdir. Daha doğrusu kvadratı yüksəldim sonra Q bərabərdir. i'm kvadrat RT bölünsün 2. Birbaşa da amplitudla olan düsturları birbaşa belə yaza bilərik. Artıq məlum oldu ki, hardan çıxarılır. Buradan da i'mi tapaq. i'm də bərabər olacaq. Kök altında, çünki kvadratdır, ona görə kök alırıq. Kök altında 2Q bölünsün RT. Hesablama qaldı bir yana. i'm bərabərdir 2 vurulsun. Bunu gəlin götürək istənilən bir rəqəm. İstəyirsiniz 20 götürün, istəyirsiniz 20 götürürəm mən. 20 bölünsün R'imiz, müqavimətimiz 25. Ona uyğun da zaman 10'dur. Hesablama qoyaq, hesablayaq, görək nə alırıq. 20 ilə 10 ixtisar gedir. Alır yuxarıda 2. Kökdən 2'nin birindən 2 çıxır. 5'dən də 25'dən də kök 5 çıxır. Onda 4, yəni A bəndi. Qaldı bir 51-ci sual. 51. Dəyişən cərəyan generatorun çərçivəsindəki induksiya HGZ-nin zaman asılı qrafiki verilmişdir. Qrafikin hansı nöqtələrinə uyğun anda generatorda maqnit seli 0 olar. Biz deyirik ki, induksiya HG mənfi delta fi böl delta T'dir. Yəni fi'nin zamana görə bir tərtib törəməsidir. Əgər bir kəmiyyət digərinin zamana görə bir tərtib törəməsidirsə, onda bilək ki, onlar əks fazada rəqs edir. Yəni maqnit selinin fi'nin 0 olması üçün EG maksimum olmalıdır. EG maksimum nöqtələri isə 2 və 4'dür. Yəni B bəndi.